kimi. Geçin gel bakalım. Əvvəla hər birinizi salamlayıram, xoş gəlmisiniz deyirəm. Çox sağ olun, şəhidlərimizi yad edirsiniz. Fariz qeyd elədi, biz silahdaşları olaraq şəhid yoldaşlarımızı həmişə yad edirik. Müxtəlif vaxtlarda, müxtəlif tarixlərdə, bəzən də mövludlarında. Amma bu günləri bura yığışmamızın səbəbkarı Vüqar qardaşımızın, silahdaşımızın 50 illik yubileyidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məqamları və məkanları bəllidir. Yüksək məkandadırlar. Hər insana qismət olmayacaq bir məkandadırlar. Bir çox insanlar o məkana sahib olmağa arzulayar, çalışar, amma mümkün olan şey deyil. Bizim də yeganə təsəllimiz şəhid anaları, şəhid doğmaları kimi bizim də yeganə təsəllimiz budur. Amma bir şey deyək də, gənc insanların bu məkana nə qədər onun üçün mükafatdır deyə bilmərəm. Amma mənə elə gəlir ki, onlar buna belə mükafata yox, həyatın gözəl anları ilə mükafatlandırılsa daha yaxşıdır. Bir də görsən 80-90 yaşında bir insan belə gecə gündüz dua eləyir ki, yaşasın, ömür davam eləsin. Amma təəssüflər olsun ki, gənc silahdaşlarımız o arzuları yarımçıq qaldı, xəyalları yarımçıq qaldı və özdə çıxış edən bir müəllim də onu qeyd elədi. Bəlkə də onların arzuları da elə bir arzular, elə bir xəyallar var idi ki, onlar üçün ən müqəddəs olan bir arzu idi. Allah rəhmət eləsin, artıq nə deyək? Bizim yeganə borcumuz onları yaşatmaq, onları rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox cəsur, mərd, vətəni həddindən artıq sevən bir oğul idi var. Allah rəhmət eləsin. Mübarək bütün şəhidlərimizə. Nailə həmsin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Sağ olun, Allah köməyiniz olsun. Başqa söz demək istəyirsiniz? Səbir versin, şəhidin yaxınlarına. Allah səbir versin. Allah rəhmət eləsin, Vüqarın bu məkanı cənnət olsun. Şəhidlərimizin həqiqətən bugün cənnətdədirlər və ruhları şaddır. Çünki biz Qarabağımızı geri qaytardıq, biz zəfərimizi qeyd elədik. Düzdür, biz sevinən vaxtı şəhid anaları gözyaşı gördük. Yəni, sizlər bizləri bağışlayın, amma biz hər zaman bu şəhidlərimizlə fəxr eləmişik ki, onlar həqiqətən, yəni, bizim qeyrətli oğullarımızın sayəsində biz bugünkü gündə biz Qarabağı əldə elədik və bizim gələcəyimiz olan bizim körpə fidanlarımız o Qarabağda azad müstəqil Azərbaycanda xoşbəxt bir avan böyüyəcəklər və yenə də buna görə biz bütün şəhid analarının qarşısında mən baş əyirəm ki, biz bu zəfərimizi bir şəhidlərə borcluyuq. Allah sizə səbir versin, məkanları cənnət olsun. Allah'tan şəhidlərimizin rəhmət qazlarımıza can sağlığı dilirik. İşliyik sadəcə bir iş var, Allah o işlərin ortasından müqarməni elə bir çox ordunun ortasına çəkib götürdülər. O şəkildə çıxıb gəldik. Sən gəlmək götürəsin, şəhidlərin təzəsi, köhnəsi yoxdur. Hamısı 87-88 hadisələr başlayıb, kim qan töküldü, hamısı xalqımızdadır, yaddaşımızdadır. Onlar əbədi olaraq elə deyək. Mənəvi necə deyil, şəhidlərimizin and yerimizdir. Burada uyan hər bir şəhid başdan ayağa nə var? Bizim qardaşlarımız. Və sizin balaz olub, hamımızın balası, hamımızın qardaşı. 50 yaşda mübarək olsun. Gerek dedin, döyüşdün Ağdərədə, döyüşdün Tərtərdəsən, qoruyardın vətəni, hər bölgə, hər yerdəsən. Şəhid xəbərin gəldi, nalə çəkib ağladım, ay Vüqar balam dedim, ürəkləri dağladım. Sən şərəfli yaşayıb, şəhidliyə ucaldın, çoxu gözəl dünyada, sən məzarda qocaldın, sən məzarda qocaldın. Şair Ebrus Xəyalının qəhrəman şəhidimiz Həsən Rövşən Oqtayolunun əziz xatirəsini həsr etdiyi şeir. səhvdir. Dərdim vətən boyda, bilirəm vətən, bilirəm. Canımı qurban verməyə,
Gəlirəm vətən, gəlirəm. Əzəl gündən vurulmuşam. O dağlara, o daşlara. Artıq gəlib qoşulmuşam vətənpərvər qardaşlara. Gəlmişəm səni qoruyam. Torpağın daşın sağ olsun. İgidlər şəhid oldular. Ay vətən, başın sağ olsun. Cismim düşdü torpağına. Dilimdə son sözüm vətən. Külmüşəm bayrağına. Canım vətən, gözüm vətən. Yəqin anam yuxu görür. Aylacaq yuxusundan. Əsəcək dili dudağı. Titrəyəcək qorxusundan. Görüb şəhid cənazəsin. Ürəyində od yanacaq. Öpüb vətən bayrağını. Atam məğrur dayanacaq. Atam məğrur dayanacaq. Şəhidlər ölməz, vətən bölünməz. Çox sağ olun. Çok sağ olun.